Amma bayağı mən sözün əvvəlində işlədəndə biz İslamımıza Mehbara xanımın bir adı var deyəndə mən ona bəs elə demədim. Çox sağ olun. İnsan, yəni Mehbara kimi tanımışıq. Bir bacı kimi, bir əzizimiz kimi, yaxın kollektivimiz kimi tanımışıq. Yəni onun haqqında həmişə biz hoş söz eşitmişik, səmin söz eşitmişik. Yəni mən uzun illər mədəniyyət şöbəsində işləyəndə də mən yoxlayıcı olmuşam, aparıcı məsləhətçi olmuşam. Kəndlərin deməli məsələlərin hamısını yazmışam dəfələrlə. Düzdür, mən yadıma gəlmir ki, iki məsələ mən pisliyə amma Mehbara xanımın kitablarına gedəndə ümumiyyətlə sənədə baxmaq istəməmişim. Çünki insana o qədər səmimi qarşıyır və bilirəm ki, onun arxasında da bir sənətlərdir. Mən həmişə arzu edəmişəm ki, müəssisənizə baxın, dinlərsiniz, kimsə gəlirsə, çalışın danışmağı bacarasınız. İşiniz varsa danışacaqsınız. Kimi ki, işi yoxdursa, sözsüz heç nə deyə bilmir. Düz insan var ki, biraz danışmaqdan qaçır, işi olsa da. Amma imkan daxilində çalışın ki, o gələnin qarşısında müəyyən deyə bilir. Siz təbliğatçısınız. Bizim, yəni mən mədəniyyət eğitimçilərdən bir deyirəm ki, rayonun deməli ideoloji təbliğatçısı sizsiniz. Əgər siz o gələn insanın qarşısında işinizi sübut edə bilmirsə, gördüyünüz işlər haqqında heç olmasa, gördüyünüz işlərin 20%-in etiraf edə bilmirsə danışıqda, onda ona şübhəm var ki, deməli burada işlə yox. Yəni dediyim nədir? Mehbara xanımın kitabxanasına nə vaxt gəlmişlər, səmi qarşılamışlar. Ondan sonra hələ sahillər təklif edib bizlər, yəni belə deyək, səmimiyyətlə irəli gələn şeydir, müəssisəyə gedəndə sözsüz ki, hökümdar hansı müəssisəyə Düz istəyirəm, əməllə biri olanda yaxşı olur. Ondan sonra elə sənədlər olub ki, bir dəfə deməli, bəlkə yadınızdadır, 2013-cü ildə Maliyyə Nazirinin güclü islahatlarla yoxlama gedirdi. Mən Ağdaşda olan Rasim müəllim vardı, onu mən gəzdirirdim. Deməli, o qədər getdik, gəzdirdik ki, bir dəfə də icra hakimiyyətinə Azadı götürmüşdük. Azada, yox, Heydər əl mərkəzindən. Azada demişdim, Azad. Deməli, əlimə nə sənət gəlsə, protokol hesab edir ona. Say, məsələn, müəssisədə Türkiyə il ərzində 12 dənə protokol olmalıdır. 24-də, 34-də çağırdırdı, axtırdı, bu qədər. Deyirdim, Rasim müəllim. Elə deyil, elə var ki, 2 dənə tədbir olur, 3 dənə tədbir olur. Ümumi də protokol yazılmır, hər tədbir arzda. Vəziyyətdən çıxartmaq. Ən axırda gəldi vəziyyətdir. Yəni dedim nədir? Bunun müəssisəsində olanda oradan bir barınmaq, Rafiq müəllimin yazmaq söz tapmadı. Çünki nədir sənəti gətirib qoyduğuna, çoxunda oldu vəziyyət. Və ən axırda bir ki, mənim o saxtakılığımın da axırında təlsəm protokolu yoxlama gördüm. Bu kitabxanada heç də tapamadılar. Yazmalar ki, orada nəsə yazılsın, ağırda yazılsın. Regiondan, Məşədən 3 dəfə əlavə gəldi, bir işlədilər.